Hər vaxtınız xeyir olsun. Hər gününüz xeyirli açılsın inşallah. Balıq qızardacağım. Deməli gedib balıq aldım. Təmizlətdirmişəm pullarını, içini və doğratdırmışam. Amma sümüyü qalıb, yumşaq yeri doğranıb. Bir tər özüm doğradım sümüyünü. Belə artıq o yerlərini qayçı ilə kəsib təmizləyirəm. Nə qədər təmizlətsək də təbii ki evə gəlib daha da dərindən təmizləyirəm. Dilimlərə ayırıram. Allah hər birinizin ruzusunu bol eləsin. Allah hər kəsə can sağlığı versin. Başını bişirmirəm, başını ayırıram, amma o başına yaxın olan yerləri də kəsirəm. Çünki qəşəng ətli yerlər olur. Onları da kəsirəm, təmizləyirəm və tərtəmiz yuyuram. Bastırma eləyirəm. Soğandır, tuzlu istiotu, biraz sarı kök və tomat vururam. Mən tomat vuranda turşu vurmuram, turşu vuranda tomat vurmuram. İndi o seçimlə əlaqədar da kim necə istəyirsə eləyə bilər. Biraz qalır, hardasa bir saat hardasa qoyuram, qalır. Belə bastırmada. Bastırmada qalanda dadı çox gözəl olur onda. Bir də bilirsiniz ki, balıqdır, kotletdir, belə yeməklərin bişirəndə iyi çox kəskin olur, evə yayılır bütünlük. Mən də həyətdə keçdim. Köhnə də olsa bir qazım var həyətdə. Orada belə qızardıram. Çox rahatdır həyətdə mətbəxin olmağı o qədər rahat bir şeydir ki, yay boyu bütün bankalarımı, mürəbbələrimi, leçodu, ikrad, ümumiyyətlə bütün bişintilərimi həyətdə eləyirəm. Çox rahat bir şeydir də, yəni həqiqətən də. Göz haqqınızı halal edin. Balıqlarım da hazırdır. Üzəri içində soğandır, keşnişiyüdür, bir də sumaqdır. Nar da vururam, narım yox idi, ona görə sumaq elədim. Qırmızı soğanla da eləyirəm, ağ soğanla da eləyirəm, yəni fərqi yoxdur. Və nar şərabla bir yerdə yeyilir. Göz haqqınızı halal edin. Allaha əmanət olun.